Gəncədə Heydər Əliyev Park kompleksi ərazisində yerləşən süni göl yenidən istifadəyə verilib. Hazırda Gəncə şəhər İcra Hakimiyyəti yanında Park Mühafizə İstismarı İdarəsinin əməkdaşları tərəfindən parkın təmizlənməsi işləri aparılır. Süni göl tam doldurulub. Bu işlərin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur. Ərazidə toplanan plastik butulkalar, salafan torbalar və digər məişət tullantıları yığılaraq daşınıb. Gölümüz hal-hazırda su ilə doldurulubdur. Suda olan çiçəkləri təmizləyirik, təmizlik işləri aparılır. Amma göl tamamilə doldurulub hazır vəziyyətdədir. Sadəcə olaraq təmizlik işləri qutarandan sonra gölə balıqlar əvvəlki qaydada o yapon sortu koyalar buraxılacaqdır. Müxtəlif növ quşlar buraxılacaqdır və xalqın istifadəsinə veriləcəkdir. Təbii ki, bu göl parkın ən əsas vətəndaşların maraqlandığı yerlərdən biridir, istirahət mərkəzlərindən biridir. Mən dediyim kimi, bu təmiz işlər başa çatdırıldıqdan sonra burada dezinfeksiya işləri aparılacaq ki, bu həşəratlar olmasın da, bu bitili deyilən bir şeylər var. Onlar olmasın deyə mən dərmanlatdıracağıq. Ondan sonra da balıqları buraxacaq gölə, göl əvvəlki vəziyyətinə qayıdacaqdır. Hazırda proses tam yekunlaşıb və süni göl yenidən su ilə doldurulub. Park rəhbərliyinin isə sakinlərdən və parka istirahətə gələn qonaqlardan xahişi var. Fürsətdən istifadə edib Gəncə əhalisindən və parkımıza gələn qonaqlardan, vətəndaşlardan bir dənə xahişim odur ki, hər birimiz hörmət qoyaq, bu gölə zibil tullamayaq. Gölün ətrafında 10-15 metrdən bir zibil qutuları var. Parkın ərazisində 10 metrdən bir zibil qutuları var. Məişət tullantıları tulluyurlar. Gəlib otururlar, zibil qabının böyründən keçəndən sonra zibili tulluyurlar. Tum çırtlayıb tökürlər. İstər gölün ətrafı olsun, istər parkın ətrafı içərisi olsun. Mən xahiş edirəm, hər birimiz bu parka hörmət qoyaq, bu parkın təmizliyini nəzərdə alaq ki, dünyanın heç bir yerində bəlkə də belə təmiz yaşıllığı yerində olan park yoxdur. Amma bunu tək biz eləməməliyik. Bizim üzərimizə atmaq lazım deyil. Mən xahiş edirəm, hər kəs bu təmizliyə riayət eləsin. Qeyd edək ki, 6 hektar əraziyə malik süni göl 2023-cü ilin yaz aylarında qonşu rayonlardan gələn sel suları nəticəsində daşaraq ətraf yaşayış sahələri üçün təhlükə yaratmışdı. Dibi lil və palçıqla dolu gölün suyu həmin vaxt aidiyyəti qurumlar tərəfindən tamamilə çəkilmişdi. 2024-cü ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin sifarişi əsasında ərazidə təmir bərpa işləri həyata keçirilib. İşlər çərçivəsində 380 metr uzunluğunda su ötürücü boru çəkilib, həmçinin gölün yamacları beton tavalarla üzlənib.